Ramazan ayı Allah'ın en güzel ayıdır. Allah'ın öz ayıdır, Şəhrullahdır. Bütün ayların xaliqi Allah'dır. Bütün aylar Allah'ındır. Amma o ki Ramazan ayı Allah'a nisbət verilir, bu Ramazan ayının əzəmətini çatdırır, dəyərin qiymətini çatdırır. Və yeganə aydır ki, Qur'anda adı çəkilib. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayından savayı heç bir ayın adı Qur'anda gəlməyibdir. Ramazan ayında Allah o qədər lütf eləyir bizlərə. Həzrət Rasulullah Şəbaniyə xütbəsində buyurur ki, sizin dualarınız bu ayda qəbuldur. Və duaukum fihi müstəcabun. Dualarınız qəbuldur. Və nəvmukum fihi ibadah. Yatmağınız Ramazan ayında ibadətdir. Ənfasukum fihi təsbihun. Sizin nəfəsləriniz Ramazan ayında zikr hesablanır. Və duaukum fihi müstəcabun. Dualarınız müstəcabdır, qəbuldur.